Mən sizə bir dənə zikir öyrədəcəm indi bugün. Hələ Rəcəb artıq təzə başlayıb. Hər kim bu zikri gün ərzində 100 dəfə desə, ondan sonra, zikirdən sonra sədəqə versin. İndi sədəqə vermək, ola bilər bir nəfərin 1 manata gücü çatır, bir nəfərin 5 manata gücü çatır, fərqi yoxdur, sədəqə versin. 100 dəfə bu zikri desin. Çox rahat bir dənə zikirdir. Mən istəyirəm bunu siz öyrənəsiniz. Ramazan ayına qədər, hətta bizim vaxtımız var, Rəcəb ayının sonunda görəcəksiniz ki, bu zikir sizin həyatınızda nə qədər müsbət mənada böyük bir dəyişkənlik yaradıb. O zikir çox rahat bir zikirdir. Mən bunu yavaş-yavaş deyirəm. Hər kəs də bunu öyrənə bilər. Zikir bundan ibarətdir. Əstəğfirullah, la ilahə illahu, vahdahu la şərikə ləh və ətubu ileyh. Tərcüməsi nə deməkdir? Tərcüməsi belədir. Allah'tan bağışlanma istəyirəm. Ona görə ki, o yeganə Allah'dır, heç bir şəriki yoxdur və tövbə eləyib, bağışlanmaqlıq istəyib ona tərəf qaydıram. Mütləq bunu 100 dəfə hər gün deyib, sonra sədəqə verən insan, onun mənəvi aliliyi, yüksəlişi artıq siz özünüz hiss edirsiniz.